Xüsusi təyinatının kiçik giziri Əliyev Nohal Əlqəmə oğlu 13 avqust 1989-cu ildə anadan olmuşdur. 13 avqust 2026-cı ildə Üzür rayon Yuxarı Kirmamut kəndində şəhidlərimizin adına ucaldılmış abidə kompleksində şəhidimiz Əliyev Nohal Əlqəmə oğlunun Mövlud günü keçirildi. Üzür rayon İcra Hakimiyyətinin nümayəndəliyi, şəhid ailələri, qazilər şəhidimizin Mövlud günündə iştirak etdilər. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Rıza Aleyhisselamın, İmam Həsən Aleyhisselamın şəhadət günlərinə təsadüf edir. İlahi Pərverdigarı aləm oxunan surə və ayənin savabını Füzuli rayon ictimaiyyəti adından, şəhid ataları, anaları, ailələri, əzizləri, övladları adından bugünkü gündə şəhid mövludu üçün cəm olmuşuq biz. Oxuduğumuz surənin savabından mərhum şəhid Nohal Əlqəmə oğlunun ruhu üçün, Məhəmməd Əli Elxan oğlunun ruhu üçün, Fərid Eldəniz oğlunun ruhu üçün, Qurbani Ziyafəddin oğlunun ruhu üçün, Elşən Qulu oğlunun ruhu üçün və cəmiyyən Azərbaycanımızın ərazi bütövlüyünün, torpaqlarımızın azadlığı uğrunda öz şirin, əziz canlarından keçən cəmi Azərbaycan şəhidlərimizin ruhu üçün hədiyyə etdim, qəbul et ya Rəbbəl aləmin. Ruhlarını üstümüzdə dua çələ ya Rəbbəl aləmin. Valideynlərinə, ailə üzvlərinə, əzizlərinə səbr əyyubət elə ya Rəbbəl aləmin. Peyğəmbər və əhl-i beytinə qonaq elə ya Rəbbəl aləmin. Və bil Fatihə kimi həssəlam.
Azra,